neçə gündür müzakirə olur da Röyanın Cannes film festivalına gedişi, orada görünməsi. Bir nəfər gör mənə nə deyir. Yazıb ki, hünərin var, Röyanı tənqid elə, et. Deyir, səni Ayaz Salayev deyir, soyuq suya salar, çıxarar. Amma belə, gəl belə danışağım da. Röya getdi də orada. Azından mən bir neçə paylaşımlar etmişəm. Onun belə əlini belə etməsi, belə öpüşlər göndərməsi. Eybi yoxdur, orada heç kim görmür. Amma biz görürük axı. Biz o paylaşımları gördük. Hər birimizə xoş oldu ki, Azərbaycanı getdi, təmsil etdi. Öz geyiminə, öz xarici görkəminə, yenə də deyirəm, öz saç düzümünə, öz əllərinə, öz xanımlığına. İndi burada yazacaqlar 72 sabun, 72 sabun. Əzizlərim, ona görə demirəm. Deyirəm, yəni ki, bax, bəzi müğənnilərimiz var ki, milyonları var. Ancaq villalar tikirlər, 6-7 dənə həcini salıblar evlərinə, nə bilim, arabaları, nə bilim, nələri. Şeşşədə gedirlər yanlara, o qədər yeyirlər kabab axşamlar ki, belə şeşşə gedirlər, görkəmləri də dəyişir. Amma 6-7 dənə də həcləri var, pullu. Bu xanım, onlar can atmır ora getməyə. Can atmaq lazımdır. Azından Azərbaycanı təmsil etmək lazımdır. Çıxın da çıxın Biləcərdən, çıxın da o dairədən, nə bilim, Xırdalan dairəsindən, körpüsündən çıxın ora. Gedin də, gedin görünün. Amma Röya, Ayaz müəllimə gərək elə deməyəydiniz. Ayaz müəllim çox savadlı adamdır. Ayaz müəllim də vaxtının o vaxtların ən məşhurlarından biri olub. Necə kinonu təhlil edərdi, necə filmləri təhlil edərdi, necə o dünya filmləri haqqında danışardı. Bu kişi ensiklopediyadır. Elə mən düşünürəm, elə sizi də qorumaq lazımdır. Ayaz müəllim Salayevi də qorumaq lazımdır. Və həkimim Şəbnəm xanım, həkim kosmetoloq. Röya xanım, Şəbnəm həkimə, həkim kosmetoloquma müraciət edin. Çox maraqlı xanımdır. Çox maraqlıdır. Orada onun əlaqə nömrələri görünür. Şəbnəm xanıma müraciət edə bilərsiniz. Ahu estetik klinikada çalışır. Çox gözəl həkim kosmetoloqdur. Sara Səfra Bahadurdan bu qədər.